Salam əziz dostlar. Bir məsələ barəsində istəyirəm ki, məsləhət alam. Bu gördüyünüz şəftəli ağacıdır. Keçən il əkilən bir ağacdır və bu il yarpaqlarını istəyirəm göstərəm ki, bunun nə səbəbdən belə olduğunu bilən, bağbançılıqla məşğul olan, bitki aləmi ilə maraqlı olan insanlar inşallah ki, cavab verərlər. Diqqətlə baxsaz görərsiniz ki, yarpaqları hamısı bax belə bir vəziyyətə gəlib. Məndə olan ehtimal budur ki, ola bilər ki, xəstəlik olsun. Ağaclarda olan xəstəlik olsun. Baxın, görürsünüz, burada normaldır yarpaqlar hamısı. Amma burada bax belədir. Bəzi insanlar var, deyirlər ki, ola bilər ki, soyuq olubdur. Bir neçə gün şaxta olduğuna görə yarpaqlar bu vəziyyətə düşübdür. Yəqin ki, bunu bir bilən var. Bu sahənin mütəxəssis olan insanlar var. Ağaclara qulluq eləməyi gözəl bacaran insanlar var. Baxarlar, yəqin bu videoya da şərh yazarlar. Gördüyünüz kimi hamısı bax belə büzüşüb. Hətta bax bu vəziyyətdədir. Göstərim, baxın. Yəni belə bir vəziyyətə gəlib düşüb. Nədən ola bilər? Çox maraqlıdır. Niyə belə olsun? Baxın, görürsünüz, ağac, yarpaqlar hamısı büzüşüb beləcə. Bu nədən ola bilər? Bilən varsa xahiş edirəm. Cavablandırsa çox gözəl olar.